Salam, bu videoda ədədin sonuncu rəqəminin tapılmasını öyrənəcəyik. Gəlin başlayalım birinci. Sonu sıfırla bitən ədədlərin bütün qüvvətləri sıfırla bitir. Bütün qüvvətləri sıfırla bitir. Məsələn, 710 üstü 79. Bizə deyir, bu ədədin sonuncu rəqəmi nə ilə bitir? Baxırıq, ədədimizin sonuncu rəqəmi neçədir? 10. Deməli, bu ədədi 710-u 79 dəfə öz-özünə vurduqda axırı nə ilə bitəcək? Sıfırla. Və ya 210 üstü 1752. Bizə deyir, bu ədədin sonuncu rəqəmini tapın. Baxırıq, bu ədədin sonuncu rəqəmi neçədir? 0. Deməli, ədədimizin sonuncu rəqəmi nə ilə bitəcək? Sıfırla bitəcək. İkinci, sonu 1 ilə bitən ədədlərin bütün qüvvətləri 1 ilə bitir. Yəni, ədədin sonuncu rəqəmi 1-dirsə, qüvvətinin heç bir fərqi yoxdur. Deməli, ədədin sonuncu rəqəmi yenə 1 olacaq. Məsələn, 511. 511-in qüvvəti olsun 219. Sonuncu rəqəmi tapmaq lazımdır. Ədədin baxırıq. 511-in sonuncu rəqəmi neçədir? 1. Deməli, axırı nə ilə bitəcək? 1 ilə. 2711 üstü 219. Baxırıq, ədədin sonuncu rəqəmi neçədir? 1. Deməli, bu ədədin sonuncu rəqəmi nə ilə bitəcək? 1 ilə bitəcək. Keçdik üçüncü qaydamıza. Sonu 5 ilə bitən ədədlərin bütün qüvvətləri 5 ilə bitir. Bütün qüvvətləri 5 ilə bitir. Məsələn, 75 üstü tutaq ki 215. Baxırıq, bu ədədin sonuncu rəqəmini soruşur bizdən. Ədədin sonuncu rəqəmi neçədir? 5. Deməli, bu ədədin sonuncu rəqəmi neçə olacaq? 5. Tutaq ki, 715 üstü 1759. Baxırıq, sonuncu rəqəm neçədir? 5. Deməli, ədədi nə ilə bitəcək? 5 ilə bitəcək. Dördüncü qaydamız. Sonu 6 ilə bitən ədədlərin bütün qüvvətləri də 6 ilə bitir. Bu 4 qaydanı əzbər bilmək lazımdır. Məsələn, 216 üstü 79. Bu ədədin sonuncu rəqəmi nədir? Baxırıq, bu ədədin sonuncu rəqəmi 6-dır. Deməli, 216-nı 79 dəfə öz-özünə vurduqda axırıncı rəqəm 6 olar. Və yaxud da 976. 75 dəfə öz-özünə vurmaq lazımdır. Baxırıq, 276-nın sonu nədir? 6. Deməli, 276-nı 75 dəfə öz-özünə vuranda axırı nə ilə bitəcək? 6 ilə bitəcək. Sonuncu rəqəm 6 olur. Bu 4 qaydanı əzbər bilirik. Yəni, sonu 0 ilə bitirsə, qüvvəti nə olur olsun? 0 olur. Sonu 1 ilə bitirsə, hansı dərəcədən qüvvət yüksəldiriksə, yenə 1 ilə bitir. 5 ilə bitirsə, sonu 5 ilə bitirsə, qüvvətin heç bir önəmi yoxdur. Yəni, 5 ilə bitəcək. 6 ilə bitirsə, bütün qüvvətləri 6 ilə bitir. Sözsüz ki, burada 0 fərqlidir. Məsələn, ədədin üzəri 0 olduqda biz bilirik ki, biz onu 1 qəbul edirik. Baxırıq digərlərinə. Yəni, 2, 3, 4, 7, 8 və 9 olduqda necə olur? Məsələn, bizə bir ədəd verilib, tutaq ki, bizə verilib 272 üstü, tutaq ki, 255. Bizə deyir ki, bu ədədin sonuncu rəqəmini müəyyən edin. Baxın, bütün qaydalarda, yəni 2, 3, 4, 7, 8, 9 olduqda hər bir halda qüvvəti bölürük 4-ə. Nedirik? 255-i bölürük 4-ə.
Bizə qalıq maraqlıdır. 255-i 4-ə böldükdə natamam qismət bizə maraqlı deyil, qalıq maraqlıdır. Qalıq neçə olur? 3. Həmin qalığı ədədin sonuncu rəqəminin qüvvəti şəklində yazırıq. 2 üstü 3 yazdıq. 2-ni 3 dəfə öz-özünə vurduqda 8. Deməli, 272-ni 255-ci dərəcədən qüvvətə yüksəltdikdə axırıncı rəqəm neçədir? 8. Başqa bir misala baxaq. Məsələn, ikinci misal. Tutaq ki, 79 üstü 18. Bizə deyir, ədədin sonuncu rəqəmini müəyyən edin. Baxırıq, nə etməliyik? Bir qayda bilirik. 18-i bölürük 4-ə. Qalıq bizə maraqlıdır. Qalıq 2. Ədədin sonuncu rəqəminin qüvvət şəklində yazırıq. 9 üstü 2. Yazdıq. 9-u 2 dəfə öz-özünə vurduqda axırıncı rəqəm neçədir? 1. 81 edir, düzdürmü? Deməli, 79-u 18 dəfə öz-özünə vurduqda axırıncı ədədi neçə olur? Rəqəm 1 olur. Üçüncü qayda, məsələn, 3 baxaq. Tutaq ki, 1953-ü tutaq ki, 2577 1953 üstü 2577. Bizə deyir, bu ədədin sonuncu rəqəmini müəyyən edin. Baxırıq, yenə də 2577-ni bölmək lazımdır nəyə? 4-ə. Bizə qalıq maraqlıdır. Qalıq neçədir? 1. Ədədin sonuncu rəqəminin qüvvət şəklində yazırıq. 3 üstü 1. 3-ü bir dəfə öz-özünə vurduqda bilirik ki, 3 edir. Ona görə də bu ədədin sonuncu rəqəmi 3-dür. Məsələn, bəs görəsən qalıq 0 etdikdə nə alınır? Tutaq ki, məsələn, 16 üstü 16 yazmayayım, 6-nın qaydasını biz bilirik artıq. Tutaq ki, 14 üstü 16. Bizə deyir, bu ədədin sonuncu rəqəmini müəyyən edin. Baxırıq, 16-nı 4-ə böldükdə qalıq 0 edir, düzdürmü? Baxın, bu diqqət elə olması məqamdır. Əgər qalığı 0 alırıqsa, qalıq 0-dırsa, ədədin axırıncı rəqəminin üstü 4 yazıb sonuncu rəqəmi tapırıq. Nə etdik? Əgər qalıq 0 alınırsa, ədədin sonuncu rəqəminin qüvvətinin üzərinə 4 yazırıq və sonuncu rəqəmi tapırıq. 4-ü 4 dəfə öz-özünə vurduqda neçə edir axırı? Deməli, 6 ilə bitir. Deməli, 14, 16 dəfə öz-özünə vurduqda nə ilə bitir? 6 ilə bitir. Məsələn, buna aid bir misal da yazaq. Tutaq ki, belə bir misal verilib. 2753 üstü 2753 üstü məsələn 179. Yox, 179 qalıqla bölünür. 176. Bizə deyir ki, bunun sonuncu rəqəmini müəyyən edin. Nə edirik? 176-nı bölürük 4-ə. Qalığı nə aldıq? 0. Nə etməliyəm? Ədədin sonuncu rəqəminin üzərinə nə yazmalıyam? 4. 3-ü 4 dəfə öz-özünə vurduqda neçə eləyir? 81. Deməli, axırı nə ilə bitəcək? 1 ilə bitəcək. İndi bildiyimi nəyə diqqət etmək lazımdır? Deməli, qalıq 0 olduqda qalan variantlarda yaza bilirik. Yəni, qalıq 1 olduqda qüvvətə 1 yazırıq, 2 olduqda 2 yazırıq, 3 olduqda 3 yazırıq və qüvvətə yüksəldirib sonuncu rəqəmi tapırıq. Amma qalıq 0 olduqda isə axırıncı rəqəmin üzərinə nə yazırıq? 4 yazıb qüvvətə yüksəldirik və sonuncu rəqəmi tapırıq. İndi sual verə bilərsiniz ki, müəllimə, niyə həmişə 4-ə bölürük? Məsələn, qüvvəti niyə 4-ə bölürük? 5-ə bölmürük, 6-ya bölmürük, iminli ilə 4-ə bölürük. Ona görə 4-ə bölürük ki, çünki ədədləri 4-cü dərəcədən sonra qüvvətə yüksəltdikdə sonuncu rəqəmlər təkrarlanır. Yəni, dövrün uzunluğu 4-dür. 4 dəfədən 1 ədədlərin 4-cü dərəcədən qüvvətə yüksəltdikdə nə edir? Təkrarlanır. Yəni, məsələn, belə deyim sizə, izah edim. 2 üstü 1 neçədir? 2. 2 üstü 2 neçə edir? 4. 2 üstü 3 neçə edir? 8. 2 üstü 4 16. İndi baxın, 4-cü dərəcədən qüvvətə yüksəltmişəm. İndi keçirəm 2 üstü 5-ə. 2 üstü 5 bildiyimiz kimi 32-dir. 2 üstü 6 64-dür. Fikir verin. 2 üstü 1 ilə 2 üstü 5-in sonuncu rəqəmləri eynidir. Gördük. Tutaq ki, 2 üstü 2, 2 üstü 6 ilə eynidir. Bu 4-dür, bu da 4-dür. Gördünüzmü? 2-ni 7-ci dərəcədən qüvvətə yüksəltdikdə 128 edir. Bu isə 3 ilə eynidir. Baxın, 8, 8. Gördünüzmü? Həqiqətən də, deməli, 4 dənədən 1 nedir? Ədədin sonuncu rəqəmləri təkrarlandığı üçün biz həmişə 4-ə bölürük. Yəni, dövrü 4-dür.